16 fevraldan 23 fevrala doğru həftəlik bizi nələr gözləyir bürc olaraq və 4 bürcün tam aktiv şəkildə özünü yenilənməsi, yeni dövrü başlayır. 16 fevraldan başlayaraq Günəş Uranla belə deyim də bir bucaq yaradacaq, 27 dərəcədə aktivləşməsi olacaq və həftənin yeni dövrünü yaradacaq 4 bürcün aktivləşməsini edəcək. Bura boğalar, şirlər, əqrəblər və dolça bürcləri ən güclü bürclər, dolçular siz aktivləşəcəksiniz. Və 17 fevraldan başlayaraq ilin ən narahat edici zamanı, amma ən də həyatı dəyişəcək bir zamana keçə bilərsiniz. Günəş tutulması olacaq. Dolça bürcünə keçid edərək 14:00-dan 28 dərəcədə 6 ay ərzində təsirini aktiv dövriyədə saxlayacaq. 28 fevralda isə Günəş balıq bürcünə keçəcək, 20 marta qədər davam edəcək və su ünsürlərinin daha dövriyəli balıq, hərçinin əqrəb bürcülərin daha da pozitiv məqamda aktivləşməsində zaman yaradacaq. 19 fevraldan isə ay Qoç bürcünə keçid edərək, belə deyim də, həm də ayın təsiri balıq bürcündə aktiv dövriyyəsini gücləndirərək yenə də torpaq ünsürlərinin, su ünsürlərinin gücünü aktivləşdirəcək. 20 fevralda isə Saturn, Neptun 0 dərəcədə Qoç bürcündə böyük bir qovuşma yaradacaq. Bu 1853 tarixində başlayacaq və bu qovuşma 323 il bundan sonra hər aktivləşməsi baş verir. Və ən gözəl günlərdən biri 22 fevralda olacaq. 22 fevralda Günəş ay Boğa bürcünə keçid eləyəcək və bu gün gecə 22-25-dən başlayaraq niyyətlərimiz, manifestlərimiz, aktivləşmələrimiz, özümüzü yeniləməyimiz, enerji olaraq, torpaq olaraq güclənmiş zamanda olacaq. 22 fevraldan 23 fevrala keçən zaman biz təmizlənə bilərik və enerjilərimizi, kök enerjilərimizdən azad edə bilərik. Bu zamandan istifadə edə bilərsiniz.